Herkese salam. Bugün mən 9-cu onlayn sınavımızın izahını verəcəm və başlayırıq birinci sualımızda. Birinci sualımız düzgün bağlayıcını seçməkdir və burada ilk növbədə nəyə diqqət edirik? Burada xəbərimiz has, yəni tək xəbərdir. Buna görə them, yem və variantlarını atırıq. Çünki bu variantlarda and var. İstər iki sayılan, istər iki saymayan, istər şəxslər olsun, arasında and olarsa, o cümlənin xəbəri cəm xəbəri olmalıdır. Və qalır B ilə C variantımız. C variantı olmaz, çünki neither or birləşməsi yoxdur. Var neither nor. Cavabımız B variantıdır. Və neither norun xəbəri həmişə xəbərə yaxın sözümüz hansıdırsa, o ismə görə, o sözə görə seçilir. Baxırıq, burada nordan sonra your friend xəbərə yaxın sözümüz odur, ona görə xəbərimiz tək olubdur. Keçirik ikinci testə. Complete sentence, cümləni tamamlama. Cümləni tamamlama bu tip testlərdə ilk birinci qayda odur ki, ikinci tərəfdə, ikinci cümlədə qətiyyən sual olmayacaq. Bir cümlənin sual olması nə deməkdir? Əgər köməkçi feillər mübtədədən əvvələ keçərsən, deməli, o cümlə sual cümləsidir. Və baxırıq A variantında. Would receive documents. Köməkçi feil mübtədədən əvvələ keçib. Deməli, A variantı olmayacaq. B variantında. Has the concert. Mübtədədən əvvələ keçib. Has. Deməli, bu da olmayacaq. Can he. Modal feil mübtədədən əvvələ keçibdir. Bu da olmayacaq. Qalır C ilə D variantları. C ilə D variantlarında sual yoxdur. Baxırıq B variantı nəyə görə alınır? Ona görə olmur ki, when olan cümlədə qətiyyən bitmiş zamanlar işlənməz. When həmçinin what time olan cümlədə bitmiş zamanlar olmaz. Buna görə də D variantı çıxılır. Qalır E variantı və doğru cavabımız da E variantıdır. Sonra üçüncü sual, make up dialog. Burada başlayır 6. Sən səhhəti xoşlayırsan, birinci 6 gələcək. 2, bəli, çox. Deyir, sənin Londona birinci səyahətindir, elə deyilmi? Yes, it is. 3, sonra 5 gələcək. Deyir, sən buranı xoşlayırsan, 1. Sonra dördüncü deyir, çox, amma biraz yağışlıdır. Və 4. Cavabımız nədir? Baxırıq variantlarda D variantıdır. Keçir bir dördüncü suala. Dördüncü sualda tərcümə ilə bağlıdır. Deyir ki, ayaqqabılar mənim üçün çox balacadır. A variantını saxlı və digər variantların tərcüməsinə baxacaq. B variantında mənə balaca ölçülü verin, yəni daha kiçik razmeri verin, belə desək. C variantı deməli, B variantı olmaz. C variantında onlar məni incitmir, bu da olmaz. D variantında gəl onları tez alaq, pulunu ödəyək, pay, bu da olmaz. Y variantında mən onları məmnuniyyətlə alaram, bu da olmaz. Cavab A variantıdır və zəhmət olmasa mənə biraz böyük razmerini verin. Cavab nədir? A variantıdır. Keçirik 5-ci sualımızdan. 5-ci sualımız tərcümə ilə bağlıdır. Tərcümədə cümləmiz kəşf sözü ilə başlayır. Deməli, burada B-nin, C-nin atacı, çünki discovery sözü ilə başlamalıdır. D variantı olmayacaq, çünki the discover burada feildir. Bu da olmaz. Qalır A ilə Y variantı. Y variantında burada tərcüməmizdə olan bəzi sözlər yoxdur. Məsələn, və ya sözü yoxdur. Deməli, bu cavabda ola bilməz. Nədir cavabımız? A variantıdır. Keçirik 6-cı sualı. Burada düzgün əvəzlikləri seçəcək. İlk növbədə baxırıq, xəbərimiz cəm xəbərdir. Buna görə 4, 5 və 2 çıxacaq. Çünki içdir, ayzədir, nayzədir, bunlardan sonra tək isim gəlir və xəbərlərdə tək olur. Ümumiyyətlə, içdir, ayzədir, bu əvəzliklərdən də sonra artikl gəlməz. Çıxanda variantları boss, ol və bossla olun xəbəri cəm olacaq. Cavabımız nədir? 1, 3, B variantı. Keçirik 7-ci sualda bizdən altından xətt çəkilmiş sözün sinonimi soruşur. Mind etiraz etmək deməkdir. Burada etiraz etmək sinonimi objektir. Qalan variantların tərcüməsinə baxaq. Offer təklif etmək. Require
tələb etmək, propose təklif etmək, suppose ehtimal etmək. Deməli cavabımız nədir? C variantıdır. Sonra 8-ci sual. 8-ci sualda zaman anlayışıdır. Burada nəyə diqqət edirik? After olan cümlədə, məsələn, D variantı olmaz. After'ın sağında heç vaxt gələcək zaman olmaz. Y variantı olmaz. Çünki əgər burada study qoysaq, Helen burada təkdədir, studies, yəni yes qəbul eləməli. Sonra after olan cümlədə heç vaxtı C variantı bir tərəfdə indiki, digər tərəfdə keçmiş, bitmiş zaman olmaz və B variantı da olmayacaq. Çünki after cümlədə burada keçmişdə başlayırsa, bu tərəfində indiki, bitmiş zaman olmaz. Cavabımız nədir? A variantı. 9-cu, deyir ki, bu söz nədirsə, onun mənası nə? To damage something, nə isə dağıtmaq, nə isə zərər vermək. Bu nə ola bilər? Destroy, dağıtmaq. A variantı olmaz. Develop, inkişaf etmək, improve da inkişaf etmək, escape, xilas olmaq, survive, sağ qalmaq. Keçirik növbəti sualımız, 10-cu sualımıza. 10-cu sualımızda altından xətt çəkilmiş sözə sual verəcək. Ümumiyyətlə, yadınızda saxlayın. Əgər for yanında müddət bildirən söz varsa, o cümləyə biz how long-dan sual verəcək. Yəni, burada müddəti bildirir. Buna görə when olan variantlar çıxacaq, D ilə Y gedəcək. Qalır A, B, C. B variantı olmayacaq. Was-la been işləməz. Həm də cümləmiz bitmiş zamandadırsa, how long-da da o cümlə yəni o zamanda qalmalıdır. Buna görə B gedəcək. Qalır A ilə C variantı. A-da da səhv oradadır ki, əgər biz bu cümləyə sual veririksə, burada yalnız has köməkçi feili çıxar. Been çıxmaz. Yəni, burada A variantında bu qaydaya görə olmur. Cavabımız C variantıdır. How long, has, sonra mübtədamız, sonra köməkçi feilimiz və feilimiz. Əsas feilimiz. Yəni, cümlə sırası belə olmalıdır. Sonra 11-ci testimizə baxaq. Burada information, məlumat sayılmayan isimdir və sayılmayan isimlər heç vaxt cəmlənməz, qarşısında artikel işlənməz, qarşısında miqdar sayıları işlənməz və baxırıq variantlara. A variantı olmaz, information sözü cəmlənməz. B variantı olmaz, çünki ənazədən sonra burada ən artikelından bilirsiniz ki, ənazədən sonra sayılan tək isim gəlməlidir. B də olmayacaq. C olmaz, a few-dan sonra sayılan cəm isim gəlir, information sayılmayandır. Y variantı olmaz, bayaq da qeyd etdim, sayılmayan isimlərin qarşısında artikel işlənməz. Cavab nədir? D. Some əvəzi istər sayılan, istər sayılmayan isimlərin hər ikisi ilə işlənir. 12-ci testimiz. 12-ci testimizdə düzgün məchul növdə olan düzgün cümləni seçəcəyik. Bir cümləni məchula çevirmək üçün ilk növbədə yəni əsas qayda nədir? Xəbərdən sonra gələn sözünüz əsasən qaydası belədir ki, cümlədə tamamlıq keçir mübtəda yerinə. Bəzən tamamlığı cümlədə tapmaqda çətinlik çəkirlər. Onda bir də yenidən cümləni tərcümə eləmək lazım. Buna ehtiyac yoxdur. Cümlədə tamamlıq həmişə xəbərin yanında olur. Və baxırıq ki, burada cümləmizdə 2 dənə tamamlıq var. A prize, bir də to each of the peoples. Burada ya a prize sözü çıxar, ya da to each of the peoples çıxacaq. Baxırıq, cümləmiz hansı zamandadır? Did, yəni past simple-da. Past simple-dadırsa, deməli past simple-da biz məchul növə quranda past simple-da olan cümləni orada mütləq was word-dən istifadə eləmək lazımdır. Bu qaydaya görə B gedəcək, D gedəcək. Sonra A variantı olmaz, çünki cümlənin mübtədası məchula çevrildikdə təzədən mübtəda olaraq qalmaz. Buna görə də A variantı gedir. Qalır C ilə Y variantı. Y variantı da olmayacaq, çünki each of-un xəbəri tək olur və burada a prize birinci tamamlığımız keçməyib cümlənin əvvəlində, ikinci tamamlığımız keçibdir. Yəni də fərqi yoxdur, cümləmiz doğrudur. Yəni a prize ilə olan düzgün bir cümlə olsaydı, biz onu düz götürərdik. Cavabımız C-dir. 13-cü sual. Düzgün sözcükləri soruşur. Christmas sözü işlənir at. Amma
Christmas Day yanında gün sözü olarsa, onda on Christmas Day olacaq. Deməli, birinci at olmalıdır. Buna görə D və C variantlarını çıxırıq. Sonra once sözü dərhal at once olar. Yəni, bu ifadə at once gedəcək. Buna görə də A ilə B variantları gedir və look like oxşamaq. Cavabımız nədir? Y variantıdır. Keçirik 14-cü suala. 14-cü sualda deyir ki, hansı sözlər antonim deyil? Burada baxın A variantında powerful, weak, güclü, zəif bu antonimdir. Bunu bu variantı götürmürük. Sonra B variantı burada testdə səhvlik olubdur. Funny sözü yox. Burada eagerly həvəsli deməkdir. Burada indifferently sözü olmalıydı. Söz səhv gedibdir testdə. Eagerly həvəsli, indifferently həvəssiz, biganə olmalıdır və antonim də olardı. Buna görə B variantı olmaz. C variantında boring, yorucu, funny, gülməli, bu da olmaz, antonimlərdir. D variantında modest, təvazökar, boastful, lovğan, bu da olmaz. Deməli, cavabımız Y variantıdır. Burada qeyd edeyim, B variantında hansı söz olacaqdır? Bu söz olmalı. Bir dəqiqə qeyd edeyim. Üzr istəyirəm, biraz yazmaqda çətinlik çəkirəm. Bu söz olmalıydı və bu sözün mənası da biganə, laqeyddir. 15-ci sualımız. 15-ci sualımızda deyir ki, təbiəti qorumaq o hərəkətdir ki, hansı ki A variantı heç bir cəhd tələb etmir. Xeyr, bu səhvdir. B-ni saxlayırıq, C-yə baxırıq. Hansı ki gələcək nəslə ziyan verir, bu səhvdir. Təbiəti qorumaq ziyan verməz. D variantında deyir ki, hansı ki bizim ətrafımızda olan ətraf mühiti çirkləndirir. Xeyr. G variantında deyir ki, hansı ki heç vaxt buna xüsusi diqqətə ehtiyacı yoxdur. Bu da olmaz. Cavab B variantıdır. Deyir ki, təbiəti qoruma o hərəkətdir ki, hansı ki, yəni bunda hər kəs iştirak edilməlidir. Hər kəs daha doğrusu iştirak etməlidir. Hər kəs buna cəlb olunmalıdır. Keçirik mətnimizə. Mətnimizdə ondan söhbət gedir ki, bu günümüzün cavan milyonçularından və burada bir çoxlarının adını çəkir. Məsələn, Facebook'un yaradıcısı olan Mark, sonra kompüter şirkətinin əsasını qoyan, yaradan Michael Dell, sonra Jeremy Gries. Bunların gənc yaşda, hansı yaşlarda? Məsələn, Mark 20 yaşında, Michael Dell 19 yaşında, Jeremy Gries 23 yaşında kimi milyonçu olubdur. Sonra burada mətndə nədən bəhs edir? Burada sonra ondan bəhs edir ki, ümumiyyətlə milyonçuların bir neçə xarakteristikası var ki, burada deyir ki, onlar özlərinə məqsəd təyin edirlər və bunu qarşıya qoyub və buna nail olmaq üçün vaxt sərf edirlər və hər kəsi inanırlar ki, onların yaxşı bir fikri var və bir də onu qeyd olunur ki, əsas yəni suallarda, mətnin suallarında qarşımıza çıxacaq ki, milyonçular bir işə başlayarkən yəni məqsədləri milyonçu olmaq deyildi, hansı bir uğur qazanmaq idi. İndi keçirik mətnin suallarına. Mətnin suallarının to persuade sözü inandırmaq deməkdir. Bu B variantıdır. Kimisə düzgün olan bir şeyə inandırmaq. Sonra 17-ci suala baxırıq. 17-ci sualda deyir ki, birinci cümlədə hansısa problemin həllini tapmağa çalışmaq biznesdə, yəni iş dünyasında uğurlu olmağın
əsas açarıdır. Bu nədir? Düzdür. İkinci cümlədə deyir ki, yalnız Jeremy Grace 23 yaşında olanda o öz uğurlarının yəni uğurlarına çatmışdı da. Yəni burada səhv idi. Orada mətndə gördünüz ki, bir neçə şəxsin adını çəkibdi. Deməli, burada 2 olmaz. Sonra deyir ki, bu insanlardan, yəni bu gənc milyonçulardan deyir, heç biri deyir, birinci adım atarkən, yəni milyoner olmağı qarşılarına məqsəd qoymamışdılar. Bu da düzdür. Çünki mətndə də bayaq dedim ki, onlar milyoner olmağı qarşılarına məqsəd qoymamışdılar. İlk növbədə uğur əldə etməyi. Deməli, cavabımız nədir? 1 ilə 3. 18-ci sualında deyir ki, gənc milyonerlər burada C variantı self-confident və hardworking. Gənc milyonerlər özünə güvənən və çalışqandır. A variantında deyir ki, gənc milyonerlərin yaxşı ideyaları var, amma onlar onları o məqsədlərini əldə etmək üçün təkid eləmirlər. Bu olmaz. Sonra B variantında deyir, məqsədləri var, amma onlar onlara nail olmaqda qərarsızdırlar. Bu da olmaz. D variantında deyir, onların bir neçə ümumi xüsusiyyətləri yoxdur, onlar özlərinə güvənmirlər. Xeyr, belə deyil. E variantında deyir ki, onların iş bacarıqları var, amma onlar buna əmin deyirlər və yəni az yaradıcılıqları, az yaradıcıdırlar da. E variantı da olmaz. Cavab nədir? C variantı. Sonra 19-cu sualımız deyir, hansı sualın mətndə cavabı yoxdur? Burada Y-nin mətndə cavabı yoxdur. Deyir ki, Y-də deyir, bu insanlar, bu gənc milyonerlər nə qədər insanlara maliyyə dəstəyi veriblər. Yəni mətndə buna söhbət gedilmir. Y variantında them altına xətt çəkilmiş. Baxaq, qaydaq mətndə buna diqqət yetirək. Burada deyir ki, onlar öz məqsədlərini qarşıya qoydular və bunun üçün vaxt seçdilər və onlara nail olmaq üçün, yəni müxtəlif yollar tapırdılar. Nəyə nail olmaq üçün? Them. Deməli, them burada nədir? Goals. Yəni məqsədlərinə nail olmaq üçün. 20-də cavabımız olacaq goals. Keçirik açıq sualların izahına. Açıq suallarda düzgün inkar cümlələri soruşur. Baxırıq nə? A variantında had no longer düzdür. Bu cümlə düzgün inkar cümləsidir. 2-də cümləmizdə no və ikinci bir inkarlıq var. Bir cümlədə heç vaxt 2 inkar olmaz. Deməli, 2 səhv cavabdır. Sonra neither of inkarlığı bildirir. Wasn't yenə ikinci inkar. Bir cümlədə 2 inkar olmaz. 4. There is nothing to do. Bu düz cavabdır. Bunu düz götürürük. Bir də 5-ci cümlədə don't. Bir də ikinci inkarlığı no var. Deməli, bu cavabdır. Olmaz. Cavabımız nədir? 1 və 4. Keçir 22-ci suala. 22-ci sualda düzgün, burada baxırıq nə? Son nazə tipli cümlələrdir. Baxırıq ki, burada cümləmiz naizədir və həvdir. Deməli, cümləmiz inkardan bitib ki, onun davamında naizə işlənir və cümləmizdə həv var ki, onun davamında burada həv veribdir. Buna görə biri çıxırıq, çünki bir də cümləmiz inkar cümlə deyil. Və ikinci cümləyə baxırıq, has never seen, burada həzdir, cümləmiz inkardır, davamında naizə və həv var. 2, düzdür. 3-ə baxırıq. 3-də də yenə cümləmiz inkardır və həz var. Bu da düzdür. 4 olmaz, çünki burada Tom is never ready'dir. Yəni burada is'dir, həz deyil ki, əgər həz olsaydı, onda to be ilə olan ifadələr var. To be ready'dir, to be afraid'dir, to be, for example, bored'dir. Bunlar to be ilə olan ifadələrdə bitmiş zaman have qoyduqda olacaq. Have has been ready. Yəni Tom's has never been ready olsaydı, onda burada has olmuş olardı. Deməli, 4 də deyil. Cavabımız nədir? 2, 3. 23-cü sual. Deyir ki, onlardan heç biri tənbəl deyil, onlardan hər ikisi çox çalışırlar. 1, düzdür. Onlardan heç biri
çalışqan deyil. Onların hər ikisi işdən qaçırlar. Bu da düzdür. 3 olmaz. Çünki deyir, onlardan heç biri tənbəl deyil. Onlar işdən qaçırlar. Bu olmaz. 4-də də deyir ki, onlardan heç biri çalışqan deyil. Onlar çox işləyirlər. Və bu da olmaz. 24-cü də make-up story. Make-up story-də ardıcılığımız belə gedəcək. Birinci, ümumiyyətlə yazı sağlam. Once olarsa, once deyil olarsa, bu cümlənin həmişə birinci, yəni bu once-dan olanlar başlamalıdır. Buna görə 2 gələcək. Sonra 4 gələcək. Deyir ki, bir qrup qadın avtobusa mindi və gördü ki, bütün, yəni hər bir yer artıq tutulubdur. Sonra 4 deyir, bu anda konduktor hiss elədi ki, bir adam yatıbdır. Gələcək 4. Sonra 6 gələcək, fikirləşdi ki, bu yatan adam qatarı ötürə, öz yəni stansiyası, düşəcək stansiyanı ötürə bilər. Ona görə də konduktor onu oyatdı. 6. Sonra 1 cavab verir ki, mən yatmamışam. Gələcək 1. Sonra gələcək 3. Deyir, konduktor deyir ki, bəs sənin gözlərin bağlıdır. 3 və gələcək 5. Deyir, mən bilirəm, sadəcə bu deyir, basabas avtobusda qadınların ayaq üstə durmasına baxmağa, ayaq üstə durmağına baxmağa nifrət edirəm deyə cavab verir və nə 5. 26 make-up sentence. Burada başlayacaq 2. My uncles. Sonra gələcək translated xəbərimiz. Sonra gələcək 4. An interesting novel and a lot of stories. Və deyir, sonra publish them, onları çap edəcək. Və cümlənin tərcüməsi belədir ki, mənim əmim mənim əmim maraqlı novel və çoxlu hekayələr tərcümə etdi və onları çap etdirdi. Və belə bu sınavımızın da izahı bitdi. Bu qədər.